İnsanlar ağlını itirəndə evlənir, səbrini itirəndə boşanır. Məsələn, mənə görə bizim münasibətlərdə 80-20 prinsipi olmalıdır. 80-20 prinsipi dedikdə nəyə nəzərdə tuturam? Məsələn, bizim elədiyimiz səfərdadır. Biz münasibətə girəndə biz sevginin dozunu çox veririk. Yəni 80% qaldırırıq. Rasional məsələlər 20%-də qalır. Reallıqlarla da məsələn də biz həyatımızın dəyər prinsipləri nə olacaq? Nə bilim biz karyerin rost nə olacaq? Nə bilim ipoteka necə işlədəcəyik? Nə bilim maşını necə böləcəyik? Dost alacaq. Və yaxud da nə bilim evimizdə nə bilim filan şey necə olmalıdır? Biz bunları danışmırıq. Hansı qərara kim verəcək? Bəli, yəni hüquq və öhdəliklərimiz məsələsində sevgini çox veririk. Məsələn, qızla oğlan tanış olan ilk mərhələdə özündən yaxşı müsbət keyfiyyətlərini göstərir də. Orada oturma, burada otur, qapı açmalar, nə bilim, çəngəl bıçaq və o bir-birindən ayrılıb evə gedəndə ərəsi ayrılıqda fikirləşir ki, ay da mən nə qəşəng oğlan tapmışam, bir də mən nə qəşəng qız tapmışam. Amma heç vaxtda gəlib o belə deyək də biraz əziyyət verən nöqtələri danışmırlar. Nəticə etibarilə sabahlar problem çıxanda, öyrəşmisən də bir-birinə. Sən bunu həll eləmək, belə oturub konstruktiv danışmaq, ünsiyyət qurmaq, effektiv ünsiyyət qurmaq eləmirsən. Sən qırmağa çalış. Deyir o insanlar ağlını itirəndə evlənir, səbrini itirəndə boşanır. Moral sözdür. Amma bunun da kökündə eyni məsələ durur məncə bax. O sən niyə özünü yaxşı satmağa çalışırsan əks tərəfə? Yenə də sevilmə ehtiyacın var. Deyirsən ki, məni seçsin. Hər adamda məsələn məndə elə deyil də. Mən sənə bir şey deyim. Kütləni götürürəm də. O deyir 80% sevgini verir. O sevgini ona görə verir. Özümüzə ən yaxşı tərəfdə ona görə göstəririk ki, deyir ki, məni seçsin. Yəni biz seçilməməklə bir dərdimiz var da. Bizim rejection'dan bir problemimiz var. Tək qalmaq dərdi. Tək qalmaq dərdi ki, mənə yox deməsinlər. Qoy mən özümü ən ağıllı formada göstərim, hə? Onu satırıq o bir tərəfə. Sonra onun altını doldura bilmirik deyə dağılır da o şey. Yes.